İmtahanlar başa çatıb, nəticələr elan olunub, lakin abituriyentlər üçün həyəcanlı mərhələ hələ qabaqdadır. İndi millərlə gəncin qarşısında yeni bir sual dayanır. Topladıqları ballar onları arzuladıqları ixtisasa aparacaqmı? Bu sualın cavabı isə ali məktəblərə keçid ballarındadır. Bəzi ixtisaslarda rəqabətin artacağı gözlənilir, bəzilərində isə vəziyyətin dəyişməyəcəyi. Bəs ikinci cəhd imtahanı bu mənzərəyə necə təsir edəcək? Ümumi şəkildə abituriyentlər belə deyək, birinci cəhd blok imtahanından sonra ikinci cəhd blok imtahanına daha az şəxsin getdiyini nəzərə alaraq, ikinci cəhd imtahanında nisbətən nəticələrin aşağı olması müşahidə oluna bilər. Çünki abituriyent sayı azdır, amma digər tərəfdən də daha yüksək bal yığmaq qarşısında məqsəd qoyan abituriyentlər ki var, onlar ikinci cəhd imtahanında ümumi şəkildə nəticəsini artıracaq. Abituriyentlər özləri də keçid ballarını diqqətlə izləyirlər. Kimi balların enəcəyini düşünür, kimi isə rəqabətin sərtləşəcəyini. Abituriyentlər ümidlə keçid ballarının elan edilməsini gözləyirlər. Buraxılış imtahanı çətin olduğundan sonra ballarının enəcəyini düşünürəm. İkinci cəhd imtahanına daha da özümü yaxşı təkmilləşdirmişəm və düşünürəm ki, balımı ikinci cəhd imtahanında biraz da olsa qaldıracağam və istədiyim ixtisasa qəbul olacağam. Və düşünürəm ki, bu il ballar 3-cü qrupda keçid balları təxminən ya eyni, ya və yaxud yüngül enmələr ola bilər. Buraxılışdan 271.3, blokdan isə 364.8 bal toplamışdım. Ümumilikdə 636.1 balım var. Əslində daha çox gözləyirdik, amma birinci imtahan gözlədiyimiz kimi keçmədi. Ona uyğun nəticə biraz aşağı oldu. Amma yenə də məmnunam, istədiyim ixtisasa düşə bilirəm çünki. Ballar düşünürəm ki, ya stabil qalacaq, ya da ki, çox az enmələr ola bilər. Bəs keçid ballarının taleyini müəyyən edən əsas amillər hansılardır? Keçid balları asılıdır müsabiqədə iştirak edən abituriyentlərin sayından. Əsas parametrlərdən biri budur. Yəni, nə qədər abituriyent müsabiqəyə qatılacaqdır. Əgər onların sayı çox olursa, onda keçid balı daha yuxarı formalaşa bilər. Yayda bizim növbəti imtahanlarımız var. Orada da kimsə iştirak eləyəcək və orada da müsabiqə şərtlərini ödəyən olacaqdır. Ona görə də bir qədər səbirli olsunlar, gözləsinlər ki, biz müsabiqə iştirakçılarının sayını bilək. Mütəxəssislərin sözlərinə görə, keçid ballarına təsir edən əsas amillərdən biri də plan yerlərinin sayıdır. Plan yerləri artdıqca, keçid ballarının nisbətən aşağı düşməsi, azaldıqca isə əks mənzərənin yaranması mümkündür. İlkin məlumatlara əsasən, bu il plan yerlərinin ötən ilki səviyyədə qalacağı gözlənilir. Bu isə keçid ballarında ciddi dəyişikliklərin olmayacağı ehtimalını gücləndirir. Burada maraq da önəmli rol oynayır. Bəzən görürsən ki, hansısa bir ixtisas populyarlaşır və həmin o ixtisasa daha çox insan müraciət eləyir. Yəni, həmin o ixtisas üzrə müsabiqə iştirakçılarının sayı çoxalır və o ixtisas üzrə keçid balı daha yuxarı formalaşır. Belə fərqliliklər əlbəttə ki, ola bilər. Keçid balı qalxacaq, yoxsa enəcəkdir və ona təsir eləyən abituriyentlərin sayı nə qədərdir, eyni zamanda plan yerlərinin sayı nə qədərdir. Bunların hamısı avqust ayının əvvəllərində Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaqdır. Beləliklə, abituriyentlər dəqiq cavab almaları üçün hələ biraz da gözləməli olacaqlar. Keçid balları ilə bağlı yekun mənzərə ixtisas seçimi ərəfəsində formalaşacaq. Nəzrin Elxan qızı, Zaur Ağamir, İTV Xəbər.